Salam, siz İnvest Akademiya kanalındasınız və sizinlə mən Fərid. İnvestisiya dünyası qeyri-mühəndiklərlə doludur və hər bir investor, istər yeni başlayan, istərsə də illərin təcrübəsinə malik olsun, karyerasının bir nöqtəsində mütləq zərərlə üzləşir. Bu, investisiyanın ayrılmaz bir parçasıdır. Zərərlə qarşılaşmaq ruhdan düşücü və həyəcanlı bir an olsa da bu son deyil. Əksinə, düzgün idarə olunduğu təqdirdə dəyərli bir təcrübə və gələcək uğurlar üçün bir vasitə ola bilər. Maliyyə bazarlarında, xüsusilə səhəm bazarında enişlər və artımlar təkrarlayıcı xarakter daşıyır. Unutmayın ki, Wall Street-in əfsanəsi Warren Buffett-dan tutmuş, bir çox uğurlu investora qədər hər kəs səhvlər etmiş və böyük zərərlə üzləşmişdir. Onların digərlərinə fərqləndirən əsas cəhət, səhvlərə emosional reaksiya vermək əvəzinə səhvlərdən dərs çıxararaq strategiyalarını daha da təkmilləşdirilməlidir. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. İnvestisiya dünyasına yeni addım atmısınızsa, portfelinizdəki qırmızı rəqəmləri görmək xüsusilə qorxuducu ola bilər. Lakin təlaşa qapılmaq ən böyük səhv olar. Gəlin belə bir vəziyyətdən nə etməli olduğunuza baxaq. 1. Sadəcə sakitləşin və panikaya düşməyin. Davranış iqtisadiyyatı elmi sübut edir ki, investorların ən böyük itkiləri çox vaxt bazarın düşüşündə deyil, özlərinin qorxu və panika ilə verdikləri qərarlardan qaynaqlanır. Buna panik satış deyilir. Qorxu anında beyin rasional düşünmə qabiliyyətini məhdudlaşdırır və sürü psixologiyası ilə hərəkət etməyə sövq edir. Unutmayın, bazar həmişə dəyişkəndir. Bugünün zərəri sabahın qazancının təməli ola bilər. Səbirli olanlar həmişə qalib gəlirlər. 2. Zərərin dəqiq qiymətləndirilməsi. Kağız üzərindəki zərər nədir? Səhminizi və ya aktivinizi satmağınızın müddətcə yaşadığınız zərər kağız üzərində zərərdir. Ona həmçinin paper loss deyilir. Yəni, bu reallaşdırılmış, əldə edilmiş zərər deyil. Səhm qiymətləri düşdüyü kimi qalxa da bilər. 3. Səbəbləri araşdırın. Niyə zərər etdim? Zərərin səbəbini anlamaq, gələcək qərarlarınız üçün kritik əhəmiyyət daşıyır. 2 əsas səbəb ola bilər. Bazar ümumi enişdədir, yəni makro səbəblər, bəzən bütün bazar düşüşdə olur. Buna hər hansı iqtisadi və ya geosiyasi hadisə səbəb ola bilər. Bu halda sizin seçdiyiniz ən yaxşı şirkətlərin səhmləri də bazara qarşı gələ bilmir və dəyərini itirir. Bu adətən sizdən asılı olmaya bilər. Şirkətə xas problemlər, yəni mikro səbəblər, aldığınız səhmin aid olduğu şirkət pis maliyyə nəticələri açıqlayıb, rəqabətdə geri qalıb, idarəetmədə problem yaşayıb və ya şirkətin olduğu sektora bağlı negativ bir hadisə baş verib. Bu iki vəziyyəti aydın etmək vacibdir. Əgər bütün bazar düşübsə, çox güman ki, gözləmək və hətta əlavə alım etmək daha doğru strategiyadır. Amma problem yalnız sizin investisiya etdiyiniz şirkətədirsə, o zaman satmaq və ya gözləmək sualı ciddi şəkildə düşünməlisiniz. 4. Satmaq yoxsa gözləmək? Bu, hər bir investor ən çətin suallardan biridir. Cavab isə sizin ilkin investisiya məqsədinizdə gizlənir. Niyə bu səhmiyi almışdınız? Səbəblərinizi bir-bir sadalayın. Məsələn, şirkətin güclü brendi var, innovativ texnoloji yeniliklər edir, gəlirləri hər il artır. Bu səbəblər hələ də keçərlidirlərmi? Əgər bazarın ümumi enişinə baxmayaraq, şirkətin fundamental göstəriciləri, yəni gəlirləri, borcu, bazar payı hələ də güclüdürsə, o zaman səhmi satmaq üçün mühüm səbəb yoxdur. Qiymət bərpa oluna bilər, səbəblər dəyişibsə necə? Əgər şirkət rəqabətdə uduzdursa, maliyyə və idarəetmə problemləri yaşayırsa, kapitalınızı daha perspektivli bir aktivə yönəltmək daha məntiqli ola bilər. Buna zərəri kəsmək deyilir. 5. Dərin fundamental təhlil və ayı bazarı fürsətləri. Ayı bazarları, yəni uzun müddətli eniş trendləri güclü fundamental olaraq sağlam, lakin ümumi panika səbəbindən qiymət dəyərindən xeyli aşağı düşmüş şirkətləri tapmaq üçün əla fürsətdir. Təcrübəli investor səthi xəbərlərdən kənar çıxaraq şirkətlərin maliyyə hesabatlarını dərindən təhlil edir, aşağı borc səviyyəsi, stabil pul axını və güclü rəqabət üstünlükləri olan gizli xəzinələri axtarır. Bu dövrdə edilən investisiyalar
öküz bazarı, yəni yüksəliş trendi geri döndüyündə ən yüksək gəlir gətirmə potensialına malikdirlər. 6. Risk idarəetmə sistemində edilməli olan dəyişikliklər. Hər itki, risk idarə etmə strategiyanızı yenidən gözdən keçirmək üçün bir siqnaldır. Stop-loss əmrləri. Gələcəkdə böyük itkilərdən qorunmaq üçün səhm alarkən müəyyən bir zərər həddi təyin edə bilərsiniz. Qiymət həmin səviyyəyə endikdə səhm avtomatik olaraq satılır və emosional qərarlardan qarşısını alır. Portfel diversifikasiyası. Zərəriniz bir neçə aktivdə cəmləşibsə, deməli portfeliniz kifayət qədər çeşidli deyil. Bütün yumurtaları bir səbətə qoymaq olmaz prinsipi burada da keçərlidir. İnvestisiyalarınızı fərqli sektorlara, fərqli coğrafiyalar və fərqli aktiv növləri arasında bölüşdürməyi düşünün. Keçək yekun nəticələrə. Zərər bir dərsdir. Yolun sonu deyil, panikaya qapılmayın. Vəziyyəti soyuqqanlıqla analiz edin. Səhvlərinizdən öyrənin və ən əsası, uzun müddətli hədəflərinizə sadiq qalın. Maliyyə azadlığına gedən yol hamar deyil, lakin disiplin, səbir və davamlı öyrənmə ilə bu yolda inamla irələmək mümkündür. Zərərlər sizi qorxutmasın, onlar sizi daha ağıllı və daha güclü investor kimi formalaşdırılır. Ümid edirik videonu bəyəndiniz. Əgər siz də nə vaxtsa böyük zərərlə qarşılaşmısınızsa, onun üzərində necə gəldiyinizi mütləq şərhlərdə qeyd edin. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bizi Telegramda və Instagramda izləyə bilərsiniz. Keçidlər video təsvirində olacaq. Hamınıza uğurlu investisiyalar. Sağ olun.